Salam hörmətli izləyicilər, axşamınız xeyirli olsun. Deyirlər, qorxma martın qışından, qorx aprelin 5-dən. Biraz bundan əvvəl videomuz yüklənib, o videonla bu videonun arasında vaxt tapıb bir yağış da yağdı. Ho. Bizim inəklər örüşə getməyib, ona görə azıblar. Yaşıl göy ot istəyirlər. Davamlı quru ot yeyiblər. Bizdən başqa hər kəs inəyi ötürüb. Növbə yoxdur, hələ vaxt da yoxdur. Əgər ötürsək, növbəyə deyəcəklər, ona da vaxt çatmır. Şöyle səsini atıb başına inəkləri incidir. Bozda inəklərin tərbiyəsini şövqü. TV çayının suyu da artıb, səsi də artıb. Çayın artmasına səbəb yağış sularıdır. Hələ dağdakı qar bir miskal belə əriməyib. Təkcə bizim inəklər deyil, sürüylə gələn keçilər, qoyunlar da baş təşirlər görsünlər. Şövqünün dəm verdiyi təkərdə arpadan, kəpəkdən nə var? Neçə gündür görürəm, bu qızılı qoyun axsıyır. Nəmişlik havada da heyvanlar axsaşar. Quraq havada dırnaqları çatlayar. Sıçancıq deyilən xəstəlik var. Heyvanların papıcın arasından çıxır. Heyvan başlayır axsaşmağa. Ya nefidə batırmaq lazımdır, ya da ki, kişi qızdırır həmin yeri dağlamaq. Bu bizim bildiyimiz üsullardır. Yəqin ki, onun başqa üsulları da var. Arkadan bir kəlin qoyun gəlir. Həm rəngi qızılıdır. Dişi olmağına baxmayaraq buynuzları var. Elə qoyuna kəlin qoyun deyirlər. Kəlin qoyunun da vəziyyəti yaxşı deyil. Gerilir. Ən axırda gelir. Sürü geri dönsə, axsaqlar irəli düşəcək. Sayası sözləri vardı. Nənəma eşşək qoyun, yolu bir döşək qoyun. Dolamanı tez gətir, qırıldı uşaq qoyun. Bəlkə də belə deyil, həm qafiyə olduğuna görə dedim.
İnəklərə nəzər yetirdim, dərədə su içdilər, özləri gedəcəklər tövləyə. İnək çox ağıllı olur. Elə qoyun da, keçi də sürü ilə gələndə tövlənin yanında ayrılar. Yaz vaxtı biraz gözləyər, əgər tövləyə qatmasan, heyvanın ardınca, heyvanın arxasınca havası ilə də deyə bilərik, heyvan havasına gedə bilər. Ancaq inəyi bir nəfərə satdın, nə vaxt qaldığı tövlənin yanından keçdi, orada mollayar, orada dayanır. At da yaddaşlıdır, tövlənin yadından çıxmaz, atdı, itdi, qoyun, keçi, inək, daha nə qaldı ki? Yəqin toyuqların yaddaşı olmaz, quş beyinli deyirlər. Yamaçda bir cəviz var, sonradan yekəlib. Muxtarın kərdisi deyirdik bura. Elə ki, dərədən sel qopdu. Bağ-bağçanın bir qismini sel apardı. Daha buranı da çəpərləməyə imkanları olmadı. Balaca üçqulaq düzəngah yer var idi. Orada gəlib tək qapı qoyub top oynayırdıq. Sonra rəhmətli Çayçı Məhəmməd çəpərlədi, uşaqları Elçin, Orxan da ağaçlar əkiblər, əksəriyyəti. Heyvadır, baxıram, görürəm. Barları da var idi. Faizdə inəklər başlarını səfərdən uzadıb heyvanı qopartmağa çalışırdılar. Mən də narahat olurdum ki, heyva bərtdir. İnəklərin boğazında qalar, ölər. Tıxanır ximitdəyini. Nə irəli gedir, nə geri. Gərək yanında olasan, sığıyasan. İtərlə çöləyə içəri gedər. Yoxsa nəfəsi kəsilir, heyvan tələf olur. Yazdığımız ruşqalar var, onların başı bağlanan yerində deşik olur. O deşiklərdə uşaqlar üçündür. Uşaqlar onu udanda, boğazlarında qalanda heç olmasa o deşikdən nəfəs alıb ölməsinlər. Onu nəzərə alıblar. Elə bilməyin ki, o boşunadır. Gəldim çayın sahilinə, çay səslənir. Suyu artıq, qıcıqlarda su daha da köpükləyir. Nəsirvat çayına süd çayı demişdim. Tibi çayı da ondan qalar deyil. Suyu biraz da çox olsa köpüklüyə axıb gedər. Yazda çay kənarından çox şey tapmaq olar. Kəndin daxili ilə gəlir. Çay kənarında olan evlərdən bəzən uşaq oyuncaqları, başqa ləvazimətlər də gətirir.
Dəli Domrulun körpüsünü neçə dəfə sel aparıb. Əslində çaydan da bir qədər hündürdür. Hardasa 2 metrə qədər hündürlüyü var. Eni də 4 metr yarım. Çox su keçidə bilər. Ancaq çay da qalxanda yüzün görmür. 1987-ci il idi. Körpünü sel aparmışdı. Heyvanlar gedib örüş toplaya bilmirdilər. Mütləq buradan bir yerdən keçməli idi. Quliyev Samiddin Əsgər gedirdi. Orada qonaqlıqda sözləşirlər ki, gəlin gedək, körpünü salaq. Oradansa mən də gəldim, tutdum bura. Sayçı Məhəmməd bağ düzəltdiyi yerdə bir söyüd vardı. Onun qanadını kəsdi. Başqa bir ağacı da sel gətirmişdi. 2 ağacı cütlədi, qoyduq üstünə. Üstünə də taxtadan mismarladıq, oldu körpü. Ancaq bu körpü o körpü deyil. Ondan sonra da neçə dəfə körpünü sel aparmış olmalıdır. Ağaçları şam ağacıdır. Ola bilsin ki, işıq idarəsindən xahiş ediblər. İstifadə olunmayan yarımçıq stolbalardan veriblər, körpü salınır. Körpü salınması üçün də ən ideal yerdir. İri bir daşdır bu tayda. O tayda da daş var. Baxıram ki, elə bir yer yoxdur ki, bu yerdən yaxşı olsun. Hansı tərəfə gedir indi mən? Çay yenişə gedib, baxıb görəcəm. Ulansar çıxıb ya yox. Bir dəfə aprel ayının 10-unda getmişəm. Bir qarış boy sürmüşdü Ulansar. Yenə yolumun üstündə ənəfşələr çıxıblar. O tərəfdən geçsəm çox məsafə qət eləməli olacam. Ya hər daşın üstündən aşa bilərəm. Ad qoyduq bu daşa. Ya hər daş. Səfər dibində bənövşələr çoxmuş. Bu balaca yerdə top oynayırdıq. Geniş yerə qapı qoyurduq. Hardasa 15-16 metr uzunluğu olar. Ən geniş yeri də 10 metr. Bizə bəs eləyirdi. Topumuz da balaca rezin topuydu. Qapısı arxası meydançıya dönüb topu atırdı. Komandalardan hansına getdi. Qapıcıdan başqa cüt olanda yaxşı idi. 3'ə 3, 4'ə 4. Bir nəfər artıq idisə hesablayırdıq ki, hansı komanda zəifdir, o tərəfdən oynasın. 5'ə 4, 6'ya 5. Çay kötüyü salıb Qızrovun yaxınlığına. Yenə Kərbəlayı İsmailin sözü yada düşürdür. Sel gələndə birinci çöp gətirər. İndi kötüyü irəli veriblər. Bu kimdirsə çox ağıllı adamdır. Gəlsinlər görək nə istəyirlər. Abbasqulu bəy kötü hesab eləmişdi. Yəni selin gətirdiyi ən gür yerdə gələn əşya kimi.
Çayın o tayındakı yamaçdakı cəvizə baxıram, onun da ömrünə çox qalmayıb məndə. Kökləri çöldə qalıb. Bir gün gəlib görəcəklər ki, cəviz yatıb bu tərəfə. Çayın üstündə təbii körpə əmələ gətirir. Köklərin açıqda qalmasının səbəbi də çaydır. Gör gələndə kökə qədər qalxıb yuyub cəvizin dibin. Qarşıdakı sərt yerdir elə. Çayın səbəbi nə elə olur? Daşlar da orada nizamla düzülüb, elə bil ki, nə vaxtsa orada divar olur. O bir cəvizin də kökün yuyub. Bəlkə birinci o aşacaq, çünki o daha təhlükəli vəziyyətlər. Bu yaxınlıqdakı alça çiçəkliyəndə gələ bilsəm bura, möhtəşəm bir görüntüləyə bilərik. Alçanın ağappaq çiçəkləri olur. Qumqumalar da o qədər sıxdır ki, hər qumquma bir çiçəkdir. Bir qomda bəlkə 15-20 dənə. Meyvələrin hamısını saxlasa, bu alçanın tondan çox meyvəsi olacaq. Bu ara yağış da yağmağa başladı. Çoxdan kəsmişdim. Havadan olasan. Bir dayan görək. Getmə buna az ilə gözəlim. Bir dayan görüm. Eşqidə mən yanan kimi bir sən də yan görüm. Dərd öldürər məni, səni gəl bir də sevgilim. Hain rəqiblərlə gülüb oynayan görüm. Vahidində qəzəlindən bu iki beyt yada düşdü. Baxıram burada. Yarpızın çox olan yerində yarpızlar çıxıb ya yox. Bir həftə öncə bundan əvvəl gəlmişdim. Onda da yox idi, indi də yox. Necə yox imiş, çıxıbdı. Özü də bozarıq. Yarpız deyil, nədir bu? Bəlkə də bir dəfə buranı yığıblar. İkisi yox, bəlkə 2000 olmalıydı burada. Qulançarlı yamaç qarşıdadır, o kolluqdur. Biraz irəli gedib. Çıxa bilsəm yamaza baş çəkəcəm. Bugün yığa bilməsəm də sabah gələrəm. Ancaq şövqü videomuza baxan kimi sabah gəlib hamısını yığacaq. Geldim çıxdım çay kənarındakı o məşhur villanın dakanın yanına. Dili ola, dil aça deyək ki, mənim də gözəl vaxtlarım var idi. Dam örtüyüm təzə idi, qapım, pəncərəm, bir otağımda yaşayan bir ailə. Qışda biraz sıxıcı olurdu, ancaq yazda sakinlərim geri qayıdırdı. Mənim ətrafımda kərdikülər kərdilər, sorardılar, şəm, uşaq qəhqəhələr gələrdi. Bunların hamısını deyə bilər. Ancaq idi çox miskin görsənir. Cəbinin öldürüldüyü köhnə dəymana bənzəyir. Üstdən şiperi qırılıb, oradan su düşüb, pərdələrin də sürüdəcək. Sol tərəfdə divarına da su düşüb, kərpişlər quzulayacaq. Bəlkə də 500 il mevcud olacaq, üstdən aşındıqca
fundamentinə çatana qədər 500 mil geçər. Ağlamalı olsaq biz öz halımızı ağlamalıyıq. Çayın bu hissəsində də su köpüklənə axır. Haradakı daş, qaya var. Su oradan döküldükcə köpüklənir. Dağ çayı oksijenlə zəngin. Girzollarda hava qarışır. Balıqlar üçün yaşamaq dağ çaylarında asan. Ancaq bu çayda balıq yoxdur. Səbəb də odur ki, yayda su quruyur, arxlara götürürlər. Balıq quruda qalır. Quşlar da balıqları bir-bir dəmləyir. Bizim bağımızın altındakı yamaçdır. Çox sərt yamaçdır. Bəlkə də 70-75 dərəcə bucaq altındadır bu yamaç. Mərə süitlər də elə burada olur, qulançarlar. Yavaş-yavaş, həzin-həzin yamazı qalxacam. Yağışdan sonra torpaq da yumuşaqdır. Ayağımı qoyan kimi özünə yer eləyir. Quru vaxtı bir addım irəli atırsan, 2 addım geri. Deməli, buralarda da bənövşələr var imiş. Bir bənövşə, bunların hamısı bənövşədir. Yarpaqları eynidə aşmıyor. Həddindən artıq palçıqdır. Quru vaxtı qədər də elə sürüşür. Mən hara gəldim ha? Biz hara gəldik? Nə qədər odun var ya, hamısı kökündən çıxıb gəlir. Odun yandıran yoxdur. Yoxsa bunların bir dənəsi qalardı. Özüm imkan verməzdim bunlar burada olsun. Atdın aşağı çay kənarına. Büyük boyu doğradın, apardın. Oy. Qaratoyuqlar da ətrafında ötürlər. Məni tək qoymayıb. Qulançar yoxdur ancaq. Heç olmasa bir ikisini görəcəm, nişanə olmalıdır. Nişanə göstərməlidir. Keçənki yolları buradadır. Bax bu. Deməli buralardan çıxacaq. Daha iriləri də olubdu. Allah vaxtı geçib. Bir dənə də alüminium qap tapıram buradan. Yoxdur, qulançarlı məkanda qulançar yoxdur. İl çox ərəcəndir. Yaxşı olardı ki, çıxım oradakı turbanın yanından gedim. Allah çıxmaq çox çətin. Ən optimal variant elə gəldiyim kimi 10 metr yenim aşağı çayın kənarı ilə geri qayıdım.
Heç kim yığmayıb bulançarı, günah bulançarın özündədir. Nə səndədir, nə məndə. Hardan yenirəm, çotan kimi şumluyuram onu. Payızdan cəviz də qalxırdı. Sındıraq görə içi var. Oradan oldu, ağaçların değişib. Nəhək o zaman cəvizdir. Fındıq boyda meyvələr olur. Ancaq çox saf olur. 2016-cı ildə yaxşı bar gətirmiş. Hər kəsin saydan çeşmədən ayağı kəsilmişdi. Buradan gedirdim. Gördüm üstündə nə qədər var. Sırtım yamaza, bir tolazma, iki tolazma nə qədər yığmışdı. Dəfələrlə boğazlanıb cavanlaşdı. Ancaq baş cavanlaşı, gövdə qoca qalır. Saç ağardı, ancaq nə qəm, əlimdədir hələ qələm. Bilirəm ki, deməyəcək. Bir sevgilim, bir də vətən, cəviz nə tez qozaldın sən. Yəqin ki, Səməd doğru inciməz də, amma bilir ki, onun şeiridir. Sadəcə olaraq son misrasını cəvizlədim. Payızdan cəviz kəsilib, bizim kimi köməyi yoxdur bunların, nədirsə doğranmayıb. Əgər sel qopsa, çayın suyu asıb o tərəfdən gəlsə, qumu gətirib yıxsa, burada bir dərya çəmələ gələcək. Dünən də vaxt inəkləri suya gətirəndə yağış yağdı. Dünənki yağış bundan güclü idi. Durduğum yeri Surax Alagil becərirdi. Bilmirəm, atası Əhbər kişinimiş, yoxsa qaynatası gilim. Əzzalı, Şalba Qaranı. Yamaç kolluqlar da onların idi. Əgər 2-ci Dünya Müharibəsində qayıtmamışdı. Qışa odun zat lazım olurdu. Tənha qadın çətin odun eləyərdi. Bir dəfə mənə söhbət edir ki, gəlmişəm bura, odun yox. Qoca bir cəvizimiz var, kəsilibdi. Ancaq kökü qalır yamaşdı. Gördüm ki, papan gəlir. Dedim, ay Rəcəb, odunum yoxdur, qalmışam məhətdə. Ala oğlu, bu kötükdən biraz yara bilərsən, mən aparım. Dedi bu dəqiqə. Oğlu İlqara dedi, get, yoxlamı gətir, çivi gətir, baltamı gətir. Rəcəb bir tərəfdən girişli kötüyə, bir maşın kötükdən odun çıxartdı. İlqar da başqa cəviz ağaçlarının qanatlarını kəsdi. İri bir deyir, baltuz var idi. İlqarda da maşallah güc var. Yoğun budaqlara bir balta zərbəsi vurur. O xatirədə mən deyim ki, ürəyində qalmaz. Sağ olun, hörmətli izləyicilər. Vaxt vədə gəldi, çatdı. 30 dəqiqə, yarım saat hardan geçdi, xəbərimiz olmadı. Görüntülər möhtəşəm təbiətin qoynundan.
Mən də azdan çoxdan səs çıxartmağa çalışdım ki, video cansıxıcı olmasın. Videomuzu bəyənib, yorum yazıb, paylaşmağı unutmayın. Salamat qalın, növbəti videolarda görüşək.